İmam Sadiq əleyhissalam buyurur ki, oruç tutanların çoxlu fəzilətləri var Allah yanında. Buyurur, oruç tutanın yatmağı ibadətdir. Əlbəttə, bu məsələlər başqa hədislərdə də gəlibdir. O cümlədən Həzrət Rəsulullahın Şəbaniyyə xutbəsində də buyurur. Həzrət orada buyurur ki, və nəvmukum ibadə. Ramazan ayında sizin yatmağınız ibadətdir. Oruç tutan o qədər dəyər tapır Allah yanında. Heç bir şey eləmir. Uzanır, yatır. Allah buyurur mələklərinə ki, bu şəxs ki, oruç tutubdur, onun yatmağın ibadət yazır. Sakit qalıbdır, zikir yazır. Heç bir zikir demir. La ilahə illallah demir, Subhanallah demir, velhamdülillah demir. Həzrət Rəsulullah Şəbaniyyə xutbəsində buyurur, və ənfasukum fihi təsbihun. Ramazan ayında sizin nəfəsləriniz zikir hesablanır. İmam Sadiq əleyhissalam bu gözəl hədisində buyurur ki, oruç tutan o qədər dəyər fəzilət tapır Allah yanında, sakit qalıbdır. Allah mələklərinə deyir ki, zikir yazır onun üçün.